Dövlət İmtahan Mərkəzi iyunun 7-sində 1-ci və 4-cü ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. Dəqiq ekspert yazır ki, Dövlət İmtahan Mərkəzindən reporta verilən məlumata görə həmin gün 3-cü qrup üzrə DT və TC alt qruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək. İmtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Quba və Xaçmazda təşkil olunacaq. İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış, saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılırlar. Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər. İmtahana buraxılış vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin əsli.